Axşamınız xeyir, Azərbaycan saatı efirdədir. İlham Əliyev dövlət adından borc almaq üçün Birləşmiş Ərəb Əmirliklərinə də başvurdu, amma mənim ehtimalıma görə oradan da əli boş qayıtdı. Ərəblər də deyəsən ona borc verməkdən imtina etdilər. Qardaş qlobusun bütün kvadratları üzrə vurnuxur ki, böhrandan çıxmaq üçün pul tapsın, tapa bilmir. Azərbaycanın kredit reytingi dünya maliyyəçilərinin zibil adlandırdıqları həddə qədər enib və buna görə də kiminsə ona borc verəcəyini ağla gətirmək çətindir. 2003-cü ildə hakimiyyətə gəldiyi o uğursuz zamandan indiyə qədər İlham Əliyevin komandası ki, mən ona hökumət deməyə çətinlik çəkirəm, təkcə 120 milyard dollar neft pulunun axırına çıxıb və bu qədər pulun vayına oturmağı bacaran adamın indi 400 milyard dollardan ötürü dünyanın bütün ölkələrinə əl açmasını elə bu şəkildə də başa düşmək lazımdır. Bu illər ərzində ölkənin ən pis iqtisadi duruma, vətəndaşların isə ən pis maddi vəziyyətə düşməsi üçün əlindən gələni edən bir adamın aqibəti elə bu şəkildə də olmalıdır. Və təsadüfi deyil ki, indi bütün xarici səfərləri zamanı onun dalınca deyirlər ki, yəqin qaçıb gedib. Yəqin siz də bu günlərdə bu şayiələrin yayıldığının şahidisiniz ki, indi hər kəs bu barədə danışır. Hamı hesab edir ki, bugün sabah gözlənilmədən İlham Əliyev yaxınlarını da başına toplayıb aradan çıxacaq. Oradan bura mən bu söhbətləri eşidirəmsə, Azərbaycanda yaşayanların hamısı eşidir yəqin ki. Və hamı da bu şayiələri ağlabatan sayır. Bilirsinizmi nəyə görə? Ona görə ki, bir millətin həyatını məhv etmək üçün bu qədər ustalıqla işləmək, bu qədər mütəşəkkil qaydada dövləti soyub talamaq yalnız bir məqsədi göz önünə almaqla edilə bilərdi. Günün birində aradan çıxmağı nəzərdə tutmaqla. Bu talan və qarət prosesi isə dövlət terroru ilə müşahidə edilib. İndi də həmin terror davam edir. Hamıya və hər kəsə qarşı terror. Bu ittihamı mən havadan götürmürəm. Lap bizim günlərdə həmin dövlət terrorunun uzantılarından biri Meydan TV-nin rəhbəri Emin Millinin girov götürülmüş qohumu Nazim Ağabəyov üzərində saxta məhkəmə prosesinin təşkil edilməsi ilə görükür. Həm də qapalı məhkəmə prosesi ilə. Terrorun görüntülərini gizlətmək lazımdır axı. Və çox təəssüf ki, İlham Əliyev anlamır ki, və Azərbaycan hakimiyyəti anlamır ki, bu addımları atmaqla onlar əslində öz məqsədlərinə nail olmurlar. Onlar Azərbaycanı çox pis bir ssenari ilə inkişafa doğru aparırlar. Və mən inanıram ki, İlham Əliyev və onun ailə üzvləri gün gələcək bütün bu cinayətlərinə görə məhkəmə qarşısına cavab verəcəklər. Bəli, ortalıqda gerçək bir dövlət terroru var və bu terrora görə məsuliyyəti boynuna götürməli olanlar o məsuliyyətdən yaxalarını qutara bilməyəcəklər. Və bu fikirlər mənim subyektiv fikirlərim deyil. Əslində vəziyyət belədir ki, mən ölkə mətbuatında yazılanlardan və vətəndaşların mənə ünvanladığı şikayətlərdən fərqli bir şey danışmıram. Azərbaycan saatının əsası qoyulandan indiyə qədər minlərlə insanın şikayətlərini efirə vermişik. Amma son zamanlar bu şikayətlərin xarakteri dəyişib. İnsanlarımız aqressiv olublar bir şəkildə. Bunu da tamamilə anlaşıqlı qarşılayıram. Bir ölkədəki intiharların sosial rangı üzü yuxarı məmurlara doğru dartınır. O ölkələrdə sadə vətəndaşların hansı hirs və hikkə ilə yaşadıqlarını təsəvvür etmək çətin deyil. Azərbaycan hakimiyyətində isə bu təsəvvürlər olmadığından indi rayonlara öz iri buynuzlu məmurlarını ezam edirlər ki, görün oralarda insanlar niyə əsəbidir. Tamamilə ciddi olaraq İlham Əliyev və onun çevrəsində olanlar dərk edə bilmirlər ki, rayonlarda nə baş verir və adamlar nədən narazıdırlar. Məsələn, Abid Şərifov səmimi olaraq belə hesab edir ki, neft və maliyyə böhranı onun milyonlarını vurduğu halda onsuz da yeməyə və geyməyə bir şey tapa bilməyən adamlar niyə və nədən narazı ola bilərlər axı? Bu zümrə kələfin ucunu heç zaman tapa bilməyib. Abid Şərifovdan söz düşmüşkən, Baş nazirin alabala ictimai ayamasına layiq görülmüş bu muavini ötən həftə Şəkiyə gedib, orada müşavirə kimi bir şey keçirib və yerli sahibkarlara öhdəlik qoyub ki, ən azı 1500 iş yeri açsınlar. Amma maraqlıdır ki, onun sahibkarlara çağırış məqsədi ilə təşkil etdiyi bu iclasda bircə nəfər də sahibkar olmayıb. Müəllimləri, həkimləri və büdcədən maaş alan buna bənzər kateqoriyalı insanları zala doldurub, sahibkarlara çağırış etmək üçün təfəkkür də
təsəvvür də, zehin və zəka da elə alabılı olmalıdır. Amma indi sizə Şəkidən olan bir sahibkarın çıxışını təqdim edəcəm. Şəkidə hamının yaxşı tanıdığı bu ağsaqqal iş adamının söhbətindən anlaşılır ki, niyə Abid Şərifov Turgenevin yazdığı Mumuya görə Puşkinə heykəl qoymaq istəyib? 1997-ci ildən sahibkarlıq fəaliyyəti ilə məşğulam. Hal-hazırda da sahibkaram. Sahibkarlıq fəaliyyətimdə bir çox problemlərin olması ilə bağlı demək olar ki, sahibkarlıq fəaliyyətimi sıfıra indirmişəm. Bu problemlər əsasən məmurlarla bağlıdır. Prezident fərmanlarına baxaraq, prezidentin televiziyada və mətbuatda çıxışlarına baxaraq, həmin gördüyümüz fəaliyyətlərimizi genişləndirmək barədə ətraflı düşünürük, işin təşkili, yeni iş yerlərinin açılması barədə tədbirlər görürük, lakin əmələ gələn problemləri aradan qaldırılmasına dövlət məmurları kömək etmir. Belə ki, 97-ci ildən dövlət tərəfindən mənə verilmiş 50 hektar torpaq sahəsinin hər ildə dəmli bitkilər əkirəm. Həmin torpaq sahəsinin yaxınlığında 6 ailədən ibarət qohumlar, Hacıyevlər ailəsi adında köşkünlər yaşayır. Həmin köşkünlər hər il əkdiyim torpaq sahəsində yetişən məhsulu 1000 başdan yuxarı qoyun, 300 başdan yuxarı iri boynuzlu mallarına otarır. Bu barədə yerli polisə, prokurorluğa, ədliyyə işçilərinə müxtəlif məlumatlar veririk. Bu məlumatlar çox uzun-uzadı süründürməçiliklərlə keçir. Ümumiyyətlə polislə ədliyyə münasibətləri aralarında olan münasibət nə ilə bağlıdır deyə bilmərəm. Şəkillərin sözü olmasın, sanki bunların arasında qurt yağı sürtülür. Sahəni otaran qaçqınları adicə çağırıb dövlət qanunları ilə tanış etmək əvəzinə, onlarla söhbət aparmaq əvəzinə polisə çatan kimi deyirlər, get sənədləşdir, ver məhkəməyə, cəza verilsin. Dəfələrlə sənədləşdirib bu dəymiş ziyanlar barədə məhkəmələrə məlumatlar vermişik. 2005-ci ildən məhkəmə qərarı olmasına baxmayaraq, bu günədək məhkəmə qərarı icra olunmur. Sudyalar biri o birinə, o biri o birinə müxtəlif yollarla uzadırlar. Hansı məqsədlərlə uzadırlar bilmirəm. Mövcud qanunlara əməl etmirlər. Hansı ki, polis o mənim əkin sahəmə ziyan vuran qaçqınları çağırıb, adi söhbət aparsa, dövlət qanunlarını izah etsə, mənim 50 hektar torpaq sahəmi onlar otarmaz. 150-200 ton taxıl əldə ediləcək məhsulu mal-qarıya yedirtməzlər. 10 ildə demək olar ki, 1500-2000 ton taxılımı məhv eləyiblər. 15-20 min paçka sahədən yığılacaq ot məhsulunu məhv eləyiblər ki, bu da mənim maldarlığımın inkişafına ziyan eləyir. Sahibkarlıq fəaliyyətimdə maldarlıqla da məşğulam. Gedib məhkəmələrə daxil olmaq mümkün deyil. Respublikanın vəsaiti hesabına Şəkidə böyük bir məhkəmə kompleksi tikilib ki, bu demək olar ki, gələcəyin bir tarixi abidəsidir, instituta oxşayır. Lakin o məhkəmənin başında qoyulmuş tərəzinin və orada qoyulmuş Azərbaycan bayrağının altından o hakimlər və məhkəmə işçiləri keçmir. O tərəzinin altından yox, kənardan, arxa qapıdan keçirlər. Məhkəməyə şikayətə gedən vətəndaşlarla, sahibkarlarla bir qayda olaraq məhkəmə işçiləri görüşməkdən imtina edirlər. Bu məhkəmə hakimlərlə görüşmək, görüləcək işlər barədə fikir mübadiləsi aparmaq üçün ya onların sürücülərini, ya da onların katibələrinə elçi göndərib, yol axtarıb, əlaqə yaratmalıyıq. Polisə gedirik, yaxın düşə bilmirik, qapıdan içəriyə buraxmırlar. Hətta vətəndaşın dayanması, oturması üçün, mən xəstə adamam, 69 yaşım var. Oturması üçün bir yer göstərmirlər. Asfaltın ortasında göstərirlər ki, burada saatlarla dur, polisdə hansısa məmurla görüşə bilərsən, dayanıb. Kefimiz istəsə, biz ona məlumat verərik ki, sən burada gözləyirsən. Məhkəməyə bir qayda olaraq mümkün deyil yaxın düşmək.
Azərbaycan prezidenti respublikada mətbuatda tam başqa cür danışır. O sanki bütün 24 saatı Azərbaycanda sahibkarlığın inkişafı üçün, sahibkarlara kömək etmək üçün toplantılar keçirir, yeni qanunlar qəbul edilir, yeni fərmanlar verir. Lakin mənim şəxsi iqtisadiyyatıma ziyan dəymiş 2005-ci ildə məhkəmə tərəfindən qəbul olunmuş qərar bu günədək hələ də yerinə yetirilmir. Mən çox xahiş edirəm ki, mənim bu danışıqlarım mətbuatda, televiziyada getsin, bunu Azərbaycan dövlətinin başçıları, məmurları bunu eşitsin və yerlərdə görsün ki, onların təyin etdiyi adamlar sanki ikinci dəfə yerinə təyin olunandan sonra onlar elə bilirlər ki, polisi, məhkəməni, prokurorluğu özəlləşdiriblər. Nə üçün bunlar vətəndaşla bir qapıdan məhkəmə kompleksinə daxil olmur, kənardan daxil olur? Nə üçün bunların maşınlarının pərdələrindən maşının içində oturan adamları görə bilmirik ki, polisə daxil olan kimdir? Bu məhkəməyə daxil olan kimdir? Daxili İşlər Nazirliyinə məktub yazırsan, şikayət etdiyin vətəndaşa göndərir. Ədliyyə Nazirliyinə şikayət məktubu yazırsan, kimdən şikayət eləmirsən, həmin vətəndaşa göndərir. Prokurorluğu da ki, Allaha şükür, ya polis çağır, ya məhkəmə. Bizim respublikada prokurorluğu Şəkidə belədir, bilmirəm, ayrı rayonlarda necədir. Prokurorluqda oturursan, prokurorluğun işçisinə xahiş edirsən, o götürüb polisə mi, məhkəməyə mi, telefonla zəng eləyir, deyir ki, sizdən böyüyü mənə başqa cür tapşırır. Belə hallarla sahibkarlığı inkişaf etmək mümkün deyil. Xüsusilə Şəkidə deyirəm, bilmirəm siz hansı qəzetdə, harada mənim fikirlərimi işıqlandırasısınız. İmkanınız olsa, məni belə jurnalistlərlə bir yerdə mətbuat konfransı eləməyə böyük problemlər haqqında rəsmi faktları, əldə edilmiş məktubları, 70 dənə məktub yazıb cavab almışam, icrası yoxdur. 70 məktubun haradasa 150-200 vərəqdir. Bunun həlli yoxdur. Məktubları kilo ilə sizə deyə bilərəm ki, vərəqlə saymaq çətindir. Kilo ilə çəkib deyə bilərəm ki, mən bu qədər müraciət eləmişəm. 10 il bundan qabaq mənim sahibkarlıq fəaliyyətimdə 150-200 nəfər işləyirdisə, ildə 100 minlərlə vergi ödəyirdimsə, intizamlı vergi ödəyicisiyəm. Kommunal xərcləri vaxtında ödəyən, işıq pulunu, qaz pulunu, hamısını vaxtında ödəyən nümunəvi sahibkaram. Amma büyük mənim sahibkarlıq fəaliyyətim demək olar ki, sıfıra enir. Sanki bizim hüquq mühafizə orqanları sahibkarlara sərhəddi pozmuş xarici dövlətin vətəndaşları kimi baxırlar. Bizim onların qəbuluna düşməyimizdən sərhəddi keçib qonşu respublikadakı lazımi rəhbər işçilərlə, hüquq mühafizə işçilərlə görüşməyimiz asan da olar. Gömrük Komitəsi danışanda elə danışır ki, güya hər şey əladır. Qonşu respublikaya, Gürcüstana keçib oradan qaydanda bir aspirin dərmanı və yaxud 5 butulka barjomu, mən ürək xəstəsiyəm, ürək xəstəliyinə aid olan dərmanı keçirtməyə qoymurlar. Amma onların yazılarına baxırsan, ya mübtədası var, ya xəbəri. Oxuyuruq, 46 diş stajım var, oxuyub buradan bir şey başa düşə bilmirəm ki, mən xəstəliyinlə bağlı qonşu respublikada olan iynə dərmanla gətirə bilərəm, bilmərəm. Heyvandarlıqla məşğulam. Heyvandarlığıma lazım olan dərman Azərbaycanda Şəki rayonu ilə Gürcüstan Respublikasının arasında ən azı 50% qiymət fərqi var. 30-40 baş heyvana dərman alıb gətirmək üçün Gömrük Komitəsi deyir, get Bakıdan Gömrük Nazirliyindən, Baytarlıq İdarəsindən icazə al gətir. Gəl. Mənim Gürcüstanla 120 kilometr Şəkinin məsafəsi var. 120 kilometr qoyub, mən 370 kilometr getməliyəm Bakıya, kiminsə qapısının dalında durmalıyam ki, mən camışa vurmaq üçün falan iynəni Gürcüstandan gətirə bilərəm, bilmərəm. Gürcüstandan niyə gətirməməliyəm? Azərbaycanda dərmanlar bahadır, keyfiyyətsizdir. Bunu mən demirəm, televiziya deyir, mətbuat deyir. Dünən də Milli Təhlükəsizlik Komitəsinin işçiləri böyük bir saxta dərman buraxan bir aptekləri tutdular, yəqin ki, cəzalandırasınlar. Amma qonşu respublikada çek yazır, sertifikat verir, dərmanın bütün sənədlərini verir, həm də ucuz.
Bu, Şəkidən olan iş adamının problemləri ümumiləşdirmək istəyi idi. İndi isə başqa bir rayondan olan iş adamının şikayətlərini dinləyin. Xatırladıram ki, bu adama qarşı indi qəribə bir tələb qüvvəsindədir. Ondan 100 min manat istəyiblər ki, biznesini davam etdirməyə icazə versinlər. Sonra yavaş-yavaş eniblər və 30 min manatda dayanıblar. Az qala müflis etdikləri bir adamdan bu qədər pulu tələb etməklə isə İlham Əliyevin azad sahibkarlığa dəstək proqramı adlı saxta layihəsinin gerçək üzünü göstərirlər əlbəttə. 2000-ci ildən sahibkarlığa məşğulam. Hal-hazırda da gördüyünüz kimi çörək zavodu itirmişəm. Çörək zavodu 2013-cü ildən Göyçay rayon icra başçısı Mənsur Məmmədov cənabları tərəfindən mənə yer alınmış, sərəncam verilmiş. Həmən sərəncamı əlimdə əsas tutaraq bu çörək zavodunu inşa etdirməyə başlamışam. Neçə ildir bu çörək zavodunu öz vəsaitində inşa etdirirəm. Sahibkarlığın kömək fondundan heç bir dəstəyim yoxdur. Dəfələrlə müraciət eləmişəm. Müraciətim qəbul olunub, amma sözlərim qəbul olunmayıb. Neçə dəfə qəbulda olmuşam, Şehzad müəllimin qəbulunda, Mahir müəllimin qəbulunda. Mənə deyiblər ki, sənə 1 milyon 100 pul yazırıq, sizə 1 milyon 100 pul verəcək, gedin çörək zavodunuzun ardını inşa elətdirin. Bu günə qədər hələ bu işdən bir xəbər yoxdur. Axırın dəfədə bir 6 ay bundan qabaq müraciət elədim. Tanımadı bizi, qəbul elədi, dedi, sənsən, Şehzad müəllim mənə dedi. Dedim, bəli, mənəm. Dedi, nə qədər adama ərizə yazarlar, nə qədər telegram vurarlar, pul istəyirlər. Görürsən, büdcədə pul yoxdur da, nə istəyirsən bizdən? Hazırda da bu obyekt çörək zavodu kimi qeydiyyatdadır. Xeyr, çörək zavodu kimi qeydiyyatda idi. Hər ikisinin sənədləri məndə var. Deməli, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin regional idarəsi, Mingəçevir regional idarəsi, Yevlax regional idarəsi gəlib bura tökülüşərək silahla bizə tikintinin dayandırmasına qərar verdi. Mən bunu ev kimi sərəncamını dəyişdirdim. Bunu rayon rəhbərləri də bilir. Yəni bu boyda ev olmaz yəqin ki. Bu çörək zavodu nəzarət tutulub. Bugün bu çörək zavodunun tikilməsində də, çörək zavodunun işlənməsində 100-150-yə qədər işçinin işləməsi deməkdir. 7-8 rayonda da Cənab Prezidentin etimadını doğrultmaq üçün, yəni bizim əlimizdən gələn dəstək eləyib çörəyi 25 qəpiyə, yarım kilosunu 25 qəpiyə satmaqda mən şəxsən öz gücümü göstərəcəm. Sadəcə mən otelimi satıram. Buradan Azərbaycandan fikrim var ki, bunları satım, mən borcumu ödəyim, çıxım gedim. Məni, yəni 22% borca salıblar banklar. Mən amma istəyirəm ki, xahiş edirəm, mən də o 6% puldan bəhrələnmək istəyirəm. Mən də sahibkaram. Mən də yerlərdə istəyirəm, belə zavodların biri yox, 3-ü 4-ü tikilsin. Sonra bunu bu sözlə deyim ki, Göyçay rayonunun Azərsu inşaat elədiyi binanın 8 milyon devlətin pulu mənimsəliyiblər. Mənim bildiyimə görə 8 milyondur. 8 milyon pulu mənimsəliyib, xalqın torpaqlarını mənimsəliyiblər, alıblar. Heç nə demədən bugünkü gündə bizi salıblar məhkəmələrə. Gördüyünüz kimi, bax, su anbarının deməli, gətirib tikiblər bizim yerimizdə. Yerimizi, torpaqlarımızı məhv ediblər. Devlətin 8 milyonunu yiyiblər. Cəmaatı, xalqı, milləti devlətdən ayrılırlar, narazı salırlar. Xalqın yerini əlindən alıblar, bir mən deyiləm. Burada bir 6-7 nəfər var. Mənim də 20 sotqa yaxın yerimi alıblar, yerimdə su anbarı inşa ediblər. Olan qalan pullarımız, olan qalan qazandığımız pulları, işçiləri dolandıra bilmirik, ancaq qalmışıq məhkəmə yollarında, vəkillərə pul xaçlayırıq. Bu proqramı sahibkarlığın problemləri ilə bağlı təsadüfən başlamadım. Axı indi dünyanı borc üçün fırlanan prezidentin daxili siyasətində güya qırmızı bir xətt keçir ki, yerli sahibkarlıq inkişaf etdirilməlidir. Neft öldüyünə görə əlbəttə. Amma Azərbaycanda azad sahibkarlığı deyil, klan biznesini, mafiya biznesini çiçəkləndiriblər. İndi də millət onun zəhərli meyvələrini daddıqca məhv olur. Bərdədən olan iş adamının söhbətini eşidəndə bu zəhərli meyvələrin hansı cəhənnəm ağacında yetişdiyini başa düşəcəksiniz. Bugün Bərdə rayonunda 150 minə yaxın əhali yaşamaqla bərabər xeyli sayda da qəskin və köçkün yaşayır. Məni bu məsələni qabaqlamağa vadar edən nədir? Bugün Bərdə rayonu demək olar ki, bir ailə tərəfindən işğal olunur. Bərdənin bütün sosial, məişət, iqtisadi obyektləri Bərdə rayonunda bir nəfər ailənin tamamilə nəzarətindədir. Bugün Bərdə rayonunda və eyni zamanda Azərbaycanda Ağayev Tariyer Hüseynoğlu adlı adamı tanımayan adam yoxdur. Bu adam hal-hazırda Prezident administrasiyasında çalışır. Vaxtilə
Tariyel Ağayevi Milli Məclisə gətirən İsaqanlar olur. Tariyel Ağayev Milli Məclisə gələndən sonra onun ən əsas döyüş strategiyası özündən yuxarı rəsmi dairələrin etimadını qazanmaq olur. Vakiəli 1992-ci ildə o vaxtlar Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti devrildikdən sonra Tariyel Ağayev Prezident administrasiyasına işə dəvət olunur. Prezident administrasiyasına dəvət olunandan sonra Bərdə rayonunda faciəli dövrlər başlayır. Son 15 ili, yəni 2011-ci ilə qədər Bərdə rayonunun Tariyel Ağayevin yaxın qohumları, onun kürəkəni Elman Allahverdiyev və həmşoğlu İlham Ağayev idarə edib. Demək, Tariyel Ağayevin dövlət rəsmilərindən özündən yuxarıdakı şəxslərin onlardan qazandığı etimad onun özü üçün, onun nəsil nəcabəti üçün zəngin həyat tərzi biz Bərdəlilər üçüncə ölüm quyusuna bərabər bir iş olur. Bütün Bərdə rayonunun nə qədər sosial, məişət, iqtisadi obyektləri var, hamısı Tariyel Ağayevin nəslində və nəcabətinin adına keçirilir. Bugün Bərdənin 4 bazarı, avtovağzalı, məişət evi, yağ süd zavodu, maye qaz zavodu, Qumçılgöl kərxanası, keçmiş cücə fabriki, limon bağları, ondan sonra pambıq zavodu, bank, əkinə yararlı 100 hektarlarla torpaq bugün Tariyel Ağayevin özünün və nəsil nəcabətinin inhisarındadır. Bir özümüz fikir verək, biz nə yeməliyik? Nəyə görə bu günləri Bərdə rayonunda 150 min əhalisi olan bir rayonun bütün hər bir şeyi, hər iqtisadiyyatı, pulu, varı dövləti Tariyel Ağayevə qurban verilir. Mən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə son vaxtlar xeyli sayda məktublar göndərmişəm ki, cənab prezident, bu Tariyel Ağayev kimdir ki, Tariyel Ağayevə Bərdə rayonunun bütün mənafəyi Tariyel Ağayevə qurban verilir. Bu faktı nəzərə almaq lazımdır. Bugün prezident aparatında oturan Tariyel Ağayev müəyyən adamlarla mənə mesaj göndərir ki, mən prezidentin bölündəyəm, kimsə mənə heç nə eləyə bilməz. Demək belə çıxır ki, bu özü sübut eləmək istəyir ki, yox, bu prezidentin yanında olduğuna görə, prezident aparatında işlədiyinə görə bu istədiyini eləyə bilər. Bazarın 4 bazarın şu bu günləri Dövlət Gömrük Komitəsində işləyən Tariyel Ağayevin qardaşı İbrahim Ağayev nəzarətindədir. Bir bazar isə onların bacısı oğlu Zahar Allahverdiyevin nəzarətindədir. Zahar Allahverdiyev qeyd etmək istəyirəm ki, Bərdənin keçmiş icra başçısı Tariyel Ağayevin kürəkəni olan Elman Allahverdiyevin oğludur. Bu günləri Bərdə rayonunun hansı bir yerinə getsən, orada Bərdəni Tariyel Ağayev satın alır sözlərini eşidirsən. Bunu Allah götürər, qətiyyən bunu Allah götürməz. Bərdənin bir neçə il bundan qabaq Pambıqçı adlı futbol komandası var idi. Hamı komandanın adını dəyişdirərək, onun adını elədilər ABN. ABN nə deməkdir? ABN Azərbaycanın, demək, Ağayev bayramın nəvələri sözünün qısaldılmış mənasını verir. Demək, Bərdə rayonunu tamamilə bunların öz adlarına, özlərinə keçirmək üçün olunmazın işlərini görürlər. Bəs yaxşı, biz nə yeməliyik? Bizim Bərdə xalqı, bizim cəmaatımız nə yeməlidir? Gənclərimiz hamısı küf, Rusiyanın düzlərinə, MDB ölkələrinə, hamısı demək, şərət alınca ora bura qaçır. Əksəriyyətdə onların tabutda meyidi qayıdır. Bu üç iş adamının bir-biri ilə əlaqəsi yoxdur. Onlar həyatda da bir-birini tanımayan adamlardır. Amma görürsünüzmü, ölkənin insanlarına vurulan zərbə necə də eynidir. Hamını eyni sistem vurur və eyni səbəblərdən vurur. Məsələn, Laçın adlı bir rayon var. İndi işğal altındadır və bu rayondan olan vətəndaşlarımız ölkənin bütün rayonlarında sərgərdandılar. Qaçqın həyatı yaşayırlar. Əlbəttə, onların 4-5% də ölkəni idarə edən harın məmuriyyətin sıralarındadır və yerdə qalan 95%-in istismarını təşkil edirlər. Laçın rayonunun, eləcə də işğal edilmiş başqa rayonların təhsil idarələri nəyə lazım ola bilər? Mən ağlıma gətirə bilmirəm, bəlkə siz təxmin edə bildiniz. Bu rayon işğal edilib. Tamam, başa düşürəm ki, icra hakimiyyətinin hansısa strukturları saxlanılmalıdır. Müəyyən hesabatlar və statistika üçün yəqin ki. Amma günün birində İlham Əliyevin ölkədəki hakimiyyətinə son qoyulandan sonra Laçın rayonu işğaldan azad ediləndə bəyəm bütün Laçınlılar ora qayıdacaq? Buna heç ehtiyac da olmayacaq.
İşğaldan azad edilən rayonlarda yaşamaq və həmin yerlərdə bərpa, quruculuq işlərini görmək üçün dövlət proqramları elan ediləcək və insanlar oralara cəlb ediləcək. Hətta həmin zamana qədər də Laçın Təhsil İdarəsini və ya işğal altında olan başqa rayonların bu cür idarələrini qoruyub saxlamağın büdcə yeyintisindən başqa heç nəyə yaramadığına əmin ola bilərsiniz. Büdcə yeyintisi faktları isə sanki adiləşmiş proses kimi heç kimin vecinə deyil. Laçın icra hakimiyyəti heç kim saymır. Burada Şərəfə Şirinov var, müdür, bağçanın müdürü. Məni götürüb qanunsuz olaraq işdən çıxardı. Mən də istəyirəm ki, mənim işim bərpa olunsun, o 50 manatı, 60 manatı, neçə kart alıb, cibinə qoyub, başçı ilə birlikdə, özü bilər. Mənim işimə bərpa olsun, bu yetimləri gedib cinayət eləyib, təzdən dolandırmayıb. Laçın icra hakimiyyətinə getdi. Məni orada, uşaqlarım, bax bu uşağım da yanımdaydı. Mənə deyir, nə gəlmirsən? Mən də dedim, belə, mənə deyir ki, get prokurora müraciət edir. 5 dənə işçini çıxardım. İndiyə kimi neçə işçilər hamısı, biri evin qoyub, qaçıb Bakıya. Gedib. O yetimlərimi mən o Akif Səlimovdan onu istəyirəm ki, o mənə desin, gəlib qarşımda. Şəkiyə gələ bilmir. Şəki rayon Çələbxan qəsəbəsinə gələ bilmir. Niyə? Başqanlara söz vermişdik, gələ bilmir. Mavini yollayır. Mavin də deyir ki, mən neyini? Ceyhun müəllim var, prokuror, Laçının prokuroru. Mənə dedi ki, Şərəfətə tapşımamışam, Şərəfət xanım var, deyir, bağçanın müdürü, deyir. Bağçanın müdürünə tapşımışam. 1600 manat produktun yeyir, burada da hamı qoyun kimi yaşayır. Heç kim demir ki, bu uşağım nə yeyir? Təzdən iştatları 50-50-yə bölür. Deyirəm Şərəfət xanım, bu niyə verirsən? Deyir, Akif Səlimov mənim dalımda durmuyub, sən kimsən? Çağırım səni təpiyin altına salsın. Allah haqqı. İstədiyimi deyir, baxçı mənə deyir ki, Akif Səlimov, istədiyimi çıxart, istədiyini qoy. Mən nəyə görə Azərbaycan vətəndaşı qəbul edeyim özümə? Bir soyğunçunu qoyub bura, dünya dağılır. Valla üçü uşaq 3 gün evdə zəhmirdi ki, mənə. Pulumuz yoxdur çörəyimdə, bizə çörək. Uşaqların anası 35 yaşında öldü, al təhsil müəllimə idi. Axırıncı qızım idi mənim. Universiteti qutarmışdı, çox savadlı, gözəl rayonda ən nümunəvi müəllim idi. Bağçada işçilərə təzim göstərir ki, avtomobili, Asəvi, Toxuq müəllimin yoldaşını nətər çıxartmışam, səni də çıxardaram, mən dediyim yerə qol çək. Mən Həmzə Məhəmmədoğlu. Mən başlı bir 23 ildir mən burada işləyirəm. Bərbər vəzifəsində işləyirəm. İndi fakt burada gəlib, burada söküntü aparırlar. Söküntü aparan halda gəlib bizə təzyiq göstərirlər ki, siz buradan çıxmalısınız. Bizə yəni hələ yaxınlaşan yoxdur. Mən də özəl mülkümdür. Mən özəl mülkümdür. Yəni, mülkiyyətçiyəm burada, sahibkarım. Bizə fakt gəlib hələ bir söz demirlər. Əlimdə sənətim, dokumentim, kupcam. Yəni, bizə hal-hazırda hələ bir söz demirlər. Sizə pul təklif alınırmı? Kompensasiya deyilirmi sizə? Bizə kompensasiyada hələ heç nə deməyiblər. Ancaq olaraq evlər idarəsindən gəlib bizim sənədləri yığıblar. Amma hələ bir söz demirlər, gəlib yaxınlaşmayıblar da. Amma deyir elə yaxınlaşacaqlar, hələ heç kim bizə yaxınlaşıb bir kəlmə söz. Sökəndən sonra yaxınlaşacaqlar, heç nə olmasın ona. Yəni sökülmək də ki, belədir ki, bura qeyri-yaşayış sahəsi gedir. Bizə qəzalı vəziyyətdə də yazılmayıb ki, obyektlərimiz. Burada 5 metrə aramız var. Oradan söküntü getsə, mənim başıma daş dökülsə, buna kim qarantiya verəcəkdir? Bizə heç kim heç nə demir ki, burada nəsə olacaq, nəsə bir söz yoxdur hələ bizdə. Mən İbrahimova Rəhna, Ələskər qızı. Mənim 22 kvadratlı evim var. Şəhid ailəsiyəm. Kupçam da var, sənətim də var. Gəlirlər, zor tətbiq edirlər ki, bizə deyirlər ki, çıxın gedin.
İşimiz məhkəmədə ola bizə təzyiq göstərirlər. Çıxın kvartiranda, elə şey olar, haray mən çıxım. Heç bir qanunu saymırlar. İncidirlər bizi. Qeyri-qanuni təzyiq göstərirlər bizə. Kompensasiyanı da götürməmişəm. Yəni 48 məbləğ, 45 məbləğ götürməmişəm. Və sonra sizin indi bu götürmürsünüz, bəs necə olacaq? Bax, pul da götürmürsünüz, buradan da siz məcbur çıxarırlar. Bəs necə olacaq? Bu konkret hara müraciət etmisiniz siz? Məhkəməyə. Məhkəmədə İşimiz məhkəmədədir. məhkəmə qərarı çıxarıb yoxsa elə məhkəmə prosesi davam edir? Yox, davam edir. Nəmquliyeva Nahidə Nurlanverdi qızı 2006-cı ildə burada yaşayıram. O siyahı gedən zaman evdə olmadığıma görə siyah yardım düşə bilmir. İndi Nizaməddin müəllim deyir ki, mən sənə pul vermirəm ki, sən burada yaşamırsan. Amma 2006-cı ildə mən burada yaşayıram. İki evladımdan mən burada yaşayıram. 2011-ci ildə ailəm dağılıb, geridə mən burada qaldım. Qonşularım da təsdiqləyə bilər ki, mən burada yaşayıram. İki dənə balaca köpək qız uşağı. İki dənə qız uşağı. Amma Nizaməddin müəllim deyir ki, sizə ümumiyyətlə kompensasiya verilmir də? Yox, heç olmaz. Adı da çəkilir. Heç qeydiyyata salınmır. Rusiyyətdən gələnlərə olar, amma burada yaşayanlara olmaz. Siyahı olmadı, özləri orada. Həbim keçmişdən qalma siyahını götürüb göndərirlər Nazirlər Kabineti ki, yaşayanlar buralardır. Mən otağımın da haqqını kimə veribdi, gətirsin çıxasın ortalığa ki, neyniyibdi desin. Yəni sübut deyirlər ki, yəni burada yaşayır. Qaçqındır, qaçqın. Zəbrayıl qaçqınıdır. Bu proqramda sizə Laçın rayonunun hansısa uşaq bağçasından da bir şikayət təqdim edəcəm. Laçın rayonunun bu uşaq bağçası da Şəkidə yerləşir və onu güya Şəki Təhsil İdarəsinə vermək olmazmış. Doğrudur, Şəkinin Təhsil İdarəsi də şübhəsiz elə Laçın Təhsil İdarəsinin kopyası olmalıdır hesabla. Amma hər halda elə az əvvəl dediyim qəbildən olan bir söhbətdir. 2008-ci ilin fevral ayının 1-dən Laçın rayon təhsil şöbəsində fəaliyyətə başlamışam. Ondan əvvəlki dövrü məktəb direktoru müəllim işləmişəm və həmin işlədiyim dövrdən öncə hazırki təhsil şöbəsinin müdürü Malik Vəliyev Laçın rayon təhsil şöbəsində məsləhətçi işləmişdi. Mən orada təyinat alandan sonra məlum oldu ki, apardığımız araşdırmalar zamanı məlum oldu ki, 3000-dən artıq yerli məktəblərdə, ayrı rayonlarda təhsil alan şagirdlər rayonun məktəblərinin şəbəkələrinə daxil edilib və süni sürətdə sinif komplektlərinin sayı artıraraq xeyli miqdarda dövlət əmlakı mənimsənmişdi. Həmin dövrdə nədənsə Malik Vəliyev təyinatı daha da yüksəyə getdi, cəzalandırılmadı və dairə seçki komissiyasına sədr göndərildi. Sonradan 2012-ci ilin mart ayında Malik Vəliyev Laçın rayon təhsil şöbəsinə müdir təyin olundu. Rayonun 13 nömrəli tam orta məktəbinin direktoru Füzuli İbadov əxlaqsız hərəkətlər törətdiyinə görə bizim işlədiyimiz dövrdə rayonun 45 sayılı məktəbin direktoru vəzifəsindən azad edilir. Malik Vəliyev müdir təyin olunduqdan sonra maması oğlu Füzuli İbadovu rayonun 13 nömrəli tam orta məktəbinə direktor təyin etdi. Və həmin işlədiyi 13 nömrəli tam orta məktəbin müəlliməsi Rusiya Federasiyasında olduğu halda Ukraynada Rusiyada olduğu halda Azərbaycanda onun adına, yəni Bakı şəhərində dərs saatları yazılmış, əmək haqqı buraxılmış və Füzuli İbadov tərəfindən mənimsənilmişdir. Hal-hazırda 5 nəfər müəllim bir sayılı məktəbdə, Pərvanə Rəhimovanın rəhbərliyi elədiyi məktəbdə 5 nəfər müəllim öz şəxsi biznesi ilə məşğul olur və həmin məktəbdə müəllimlərin adına dərs saatları, əmək haqqı yazılır, bu pul mənimsənilir. 10 nəfər texniki işçidən yalnız 4 nəfər işləyir. 6 nəfərin əmək haqqı kartı Pərvanə xanımın cibindədir. Fin tipli məktəblər var ki, həmin məktəblərin təmirinə 10 minlərlə manat pul ayırır. Halbuki həmin fini 1000 manata almaq olar. Yəni, bunun ümumi dəyəri 1000 manat olduğu halda 10 minlərlə vəsait ayrılır. Digər bir tərəfdən məktəblərdə olan dərnək rəhbərliyi, elmi dərnəyi Malik Vəliyevin göstərişi ilə dərsi tədris etməyən müəllimlərin adına yazılır və hər ay məktəb direktoru tərəfindən Malik Vəliyevə verilir. Hansı məktəb direktoru bu dediklərimi imtina edərsə, dərnək rəhbəri əmək haqqı cədvəlindən çıxarılır və buraxılır. Yəni, bu yalnız Malik Vəliyev üçündür. Bu göstərdiklərimlə bağlı ümumilikdə
bir neçə dəfə Laçın rayon prokuroru Ceyhun Almasovun qəbulunda olmuşam. Və dediklərimdən də, hazırki müsahibəmdən də daha geniş mən rayon prokurorluğuna məlumat vermişəm ki, cənab prokuror, mən özüm uzun illər təhsil şöbəsində işləmişəm, məsləhətçi işləmişəm, metodist işləmişəm və bu sahədə də qabiliyyətim var, bilirəm. Xahiş edirəm, bu göstərdiyim faktları araşdır. Əgər mənim göstərdiyim faktlar doğru olmazsa, mənim məsuliyyətə cəlb edir. Mən tələb edirəm, bunu istəyirəm, rayon prokurorluğuna demişəm. Rayon prokurorluğunun bircə sözü olur həmişə mənə. Siz Malik Vəliyevin kim olduğunu bilirsinizmi? Bilirsiniz, Malik Vəliyev kimin qohumudur və nə rayon rəhbərliyinin, nə mənim Malik Vəliyevə gücüm çatmır. Mən hesab edirəm ki, rayon prokuroru Laçın rayonunun idarə və müəssisə rəhbərlərinin yanında xəcalətdir. Bircə dənə Akif Səlimovun xətrinə bu qədər söz-söhbətə dözməyə dəyər yəqin ki, təki Akif Səlimov adlı birisi icra başçısı olsun. Laçın rayonu olsa da olar, olmasa da. Laçın olmasın, Füzuli rayonu olsun. Bu rayon da işğal altındadır və bu dəfə təhsildən deyil, bu qədər qaçqın ordusu üçün yaradılmış bir dövlət komitəsindən və onun baş nazirin, yəni Artur Rəsizadənin muavini vəzifəsinə qədər tarazlaşdırılmış sədrinin tavanı altında çıxarılan hoqqalardan söhbət gedir. Mən heyrət edirəm ki, Azərbaycanda qaçqınların hesabına nə qədər adam kişi olub ortalığa çıxdı, nə qədər adam yağlandı, piyləndi, dünyanın yekə-yekə dövlətləri nə qədər şantaj edildi, hələ də onların hesabına belə albirxanalar işləyir. Baxmayaraq ki, hətta Horadiz qəsəbəsində həyət evləri, 18 ailənin, kommunal evlərdə evləri, 3 otaqlı, 5 otaqlı evləri və heç bir sənəd təqdim edilmədən, heç bir sənəd qaçqın konudan tələb olunmadan onların hamısını ailə tərkibinə uyğun mənzillərlə təmin elədilər. Ancaq mənə gəldikdə isə 2 ailəli oğlum əlimdə hüquqi rəsmi sənədlərimiz olduğuna baxmayaraq, 2 ailəli oğlanlarım hərəsinin 2 uşağı, bir də yoldaşımla özümün, 3 ailə 9 nəfər. Bizə isə 4 otaqlı bir mənzil təklif edirlər. Bizə deyirlər ki, gedin, indiyə qədər nə cür yaşamısınız, indi elə yaşayın. Və deyəndə ki, bizim haqqımızı tələb eləyənməkdə deyir ki, məni teleqram ilə qorxusan, istəyən get Barack Obama'ya teleqrama vur. Satırıq, yaxşı eləyirik. Bunu deyənlər Qaçqın Komun rəsmisi, baş nazirin müavininə arxalanaraq, onun komandası, üzvləri, Elman İsmailov, Garay, İspəndiyar, deyir, satırıq, yaxşı eləyirik. Bizi teleqrama, istəyən get lap Barack Obama'ya teleqrama vur. Satırıq, yaxşı eləyirik. Özümüzdə cavab verəcəyik. Təhsildə az əvvəl bəhs etdiyimiz bu bərbad durum isə yalnız işğal rayonlarına aid deyil. Amerika təhsilli nazir də bu bataqlığı quruda bilmədi və özü orada qərq oldu. Buyurun, dinləyin, görün, işğal edilməmiş, daha doğrusu ən azı ermənilərin işğal etmədiyi ərazidə olan və əlil uşaqlar üçün nəzərdə tutulan internat məktəbdən hansı fəryadlar yüksəlir. ...31 ildir ictimai qabiliyyəti pozulmuş, Körpələri uşaq bağçasında müəllimə işləyirəm. Mənim şikayətim bağçanın müdirəsi Cəfərova Sədaqətin öz başınalığı, dövlət əmlakının talanması, ictimai qabiliyyəti pozulmuş uşaqların yeməyini oğurlayıb aparması, işçilərin təhqir olunması, hüquqlarının pozulması haqqında Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə şikayət etdiyimə baxmayaraq heç bir qanuni tədbir görülmədi. 2015-ci il 24 dekabrda Cəfərov Sədaqət məni əsəbləşdirdi. Mənim təzyiqim 220-120-yə qalxdı. Təcili yardım həkimlərinin köməkliyi sayəsində özümə gələndən sonra yenə Cəfərov Sədaqət mənim üstümə hücum çəkdi. Onun hücumu sayəsində mən bağçada çox böyük xəsarət aldım. O xəsarətlə bağlı 102-yə mənim oğlanlarım zəng elədi, tədbir görülməsi barədə. Ancaq Nəsimi rayon polis idarəsində Cəfərov Sədaqətin bu özbaşınalığı haqqında verilən qərar qanuni qərar olmadı. Mən bu qərarla heç razılaşmadım, çünki mənim xəsarətimlə bağlı xəstəxanada ekspertizadan da verilən kağız barədə mənə məlumat verilmədi. Buna baxmayaraq Bakı Şəhər İcra Hakimiyyətində idarə rəisi Eldar müəllim bizim bağçaya
komissiya göndərdi. Komissiyanın gözünün qabağında Sədaqət Cəfərovanın evindən uğurlanmış bağçanın uğurlanmış malları komissiyanın gözünün qabağında geri qaytarıldı. Ancaq uşaqlara verilməyən yeməklər, gizlədilmiş yeməklər uşaqlara verilməyib, atıldı. Bəzilərinin vaxtı ötmüşdü. O yeməklər ki, o uşaqların ehtiyacı var idi, o uşaqlara verilməmişdi. Vaxtı ötmüşdü, Bakı Şəhər İcra Hakimiyyətinə gələn komissiyanın gözünün qabağında yeməklər də atıldı. Ancaq heç bir tədbir görülmədi. Mən təkrar Bakı Şəhər İcra Hakimiyyətinə, İdarə rəisi Eldar Yunusova, Tamela xanıma müraciət elədim. Dedim ki, bəs Cəfərova Sədaqət deyir ki, mənim torba ilə qızılım var, aparıb verib hamısının ağzını yumacam. Bəs heç olmasa bu dilsiz, ağızsız körpələr, eşitmə qabiliyyəti pozulmuş körpələr uşaq bağçası, dilsiz, ağızsız körpələr, heç olmasa insanın bir Allah qorxusu olar. Əgər o körpələrin haqqı tanırsa, əgər o körpələr ac qalırsa, əgər işçilər, bir işçilər ki 150-160 manat maaşa gəlir, orada dayəli gelir, onlar qorxu altında saxlanırsa, əgər müəllimələrin hüququ tapdalanırsa, nəyə görə Bakı Şəhər İcra Hakimiyyəti göz yumur? Mən çox-çox xahiş edirəm sizdən. Hal-hazırda verilən Nəsim rayon polis idarəsində mənim xəsarət almağım barəsində verilən qərar qanuni olmadığından mən yenə hüquq mühafizə orqanlarına, prokurorluğa müraciət eləmişəm. Ancaq axıra qədər də gedəcəm. Çünki mən eşitməyən uşaqları, dilsiz, ağızsız uşaqları, çünki 31 ildir mən orada müəllimə işləyirəm. Mən o uşaqları öz övladım kimi bilirəm. O uşaqların haqqını da, öz haqqımı da Sədaqət Cəfərovanın tapdalanmasına icazə verməyəcəm. Başqa bir uşaq evinin, Bakıdakı 151 sayılı körpələr evinin xanım direktoru isə 250 manat əmək haqqı ilə 100.000 dollarlıq Audi markalı maşın ala bilir. Burada belə işləklər baş verir. İlham Əliyev isə Dubaya gedib ki, borc pul alsın. Onun səltənətinin başı üzərində qara buludlar oynaşır. Oradan da Londona keçib və orada da hansısa başqa təminatlar haqqında söhbətlər aparır. Axırda bir şeyi görəcəksiniz ki, İlham Əliyev bu təyyarə uçuşlarına 4 milyard dollar xərcləyib, amma axtardığı həmin o 4 milyard dollar borcu tapa bilməyib. Onun səltənətinin başı üzərində hansı rəngli buludların oynaşması cəhənnəmə, amma Qəbələ əhalisi eyni ilə Mikayıl Cabbarovun düşdüyü bataqlığın rəngində olan su içməyə məcbur edilib. Rayon sakinləri də yazırlar ki, güya turizm bölgəsi elan edilən bu yerlərdə əhali lilli su içməyə məcbur edilib, rayonun bulaqlarının isə başını bağlayıb aparıblar Bakıya. Həmin su Bakıya çatıb ya yox, hələ də düzəməlli baş çıxaran yoxdur. Bilinən odur ki, Qəbələ-Bakı su kəmərinin tikintisinə Bakı-Ceyhan neft kəmərinin tikintisindən daha çox pul silindi. Qəbələ əhalisi isə aşağı-yuxarı bu köşkdə yaşayır. Deməli, bura Qəbələ rayonunun mərkəzində yerləşən birinci qruplu xəstənin evidir. Qəbələ rayon sakinidir, Sərvanış Fəzali. Bu evin hətta qazını da kəsiblər. Qaz pulu borcu olduğu üçün bu xəstənin. Tək yaşayır burada bu xəstə. Baxın bu evə. Baxın, bu xəstə burada yaşayır. Baxın, bu bunun pletkası, bu bunun televizoru, bu bunun yatağı. Baxın, bu bunun vəziyyəti. Heç kim də maraqlanmır. Hətta bu adamın pensiyasından tuturlar bunun qaz pulu borcunu. 56 manat cəmi, 5 ayda bu adam pensiyasının cəmi 56 manatını ala bilir. Azərbaycan dövləti Gürcüstanda erməni kilsələrinə havayı qaz verir. Nə olar bu adama havayı qaz verilsə? Birinci qrup ruhi xəstədir. Bütün dövlət orqanlarında xəbəri var. Bütün məmurların xəbəri var bundan. Baxın, bax bu. Bura düz Heydər Əliyev prospektidir özü də. Bu ev mənzil deyək də, bu ev demək olarsa bura Heydər Əliyev prospektində yerləşir. Cəlilabadlılar da şikayət edirlər ki, İlham Əliyevin pəhəpəhlə elan etdiyi regionların abadlığı layihəsi onların yaşadıqları rayona heç nə gətirmədi. Gətirdiyi palçıq və bataqlıq oldu. Bu da heyrətlənəcək bir şeydir. Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov Cəlilabadlıdır, amma rayon hələ də bu vəziyyətdədir. Kərəm Həsənov o yana dursun.
Seyid Mirkazım ağa Kazımov kimi şiiriner, azman bir millət vəkili Cəlilabadlıdır. Amma hətta onun kəraməti və şəfayəti də Cəlilabadın küçələrinə nur çiləməyib. Bəs deyirdiniz, Seyid Mirkazım ağanın şəfayətinin lehimləyib bərkitmədiyi dərdisər yoxdur. Məncə Cəlilabadlılar mənə şikayət eləməkdənsə gedib Seyid Mirkazım ağaya ki, Qasid adlı bir şirkətin böyüyüdür, nəzirdən, niyazdan versinlər, bəlkə onların dərdinə əlac edə. Amma hər halda bu dəfə onların şikayətlərini efirə verirəm. Bura Azərbaycanın ən qədim rayonlarından olan Cəlilabad rayonunda. Yol mədəniyyətdir deyirlər. Bizim mədəniyyətimiz bundan ibarətdirmi? Burada heç bir mədəniyyətdən söhbət gedə bilməz. Kanalizasiya sistemi çəkilməyi ilə əlaqədar 2 illik artıq yollarımızı qazıblar. Bu vəziyyətə düşüb yollarımız. Heç bir adiyyəti qurum bizimlə maraqlanmır. Cəlilabad icra başçısı hara baxır mən bilmirəm. Baxın, bu yoldan maşın necə gedib gəlsin? Mehdi Hüseyn küçəsidir, məşhur yazıçımızın küçəsidir. Onun adına qoyduğumuz hörmət bundan ibarətdirmi? Harada şikayət edirik, şikayətimizə baxan yoxdur. Yollarımız bu vəziyyətdə olmaqda davam edir. Prezidentimiz Cənab İlham Əliyev hər il Cəlilabad rayonuna külli miqdarda vəsait ayırır. Bilmirəm bu vəsait hara gedir, nə üçün gedir, bu yollarımız niyə bu vəziyyətdədir, hələ də bizim yolları düzəltmirlər. Kimə də deyirik, şikayət edirik, şikayətlərimizə baxan yoxdur. Bir dənə Cəlilabadda yaxşı yol var, o da ki, Prezident İlham Əliyev ildə bir dəfə Cəlilabada gələndə gəlib getdiyi əsas yol. Onu da o qədər asfalt vurublar ki, asfaltın qalınlığı yarım metrəni keçib. Digər yollarımız isə bu vəziyyətdədir bizim. Qeyd edək ki, bu yolda 20-dən çox yaşayış binası, 2000-dən çox məhəllə, həyət evləri yerləşir. Bu yolla Akademik Zərfə Əliyeva adına 7 saylı tam orta məktəbinə gedilir. 1100 nəfər orada uşaq təhsil alır. Burada 1100 uşaq, 1-ci sinif uşağı necə getsin? Ha tərəflə getsin. Bax, hələ gün çıxıb biraz qurumuş vəziyyətidir bu. Proqramın əvvəlində sizə dövlət terroru haqqında danışdım. Bu terrorun təfsilatı haqqında zaman-zaman yenə də danışacağıq. Amma sizə ağrılı bir şikayət haqqında bəhs edəcəm ki, bu şikayətdə söhbət daha bir gerçək dövlət terroru cəhdindən gedir. Bu, Nardaran sakinlərindən aldığım bilgiləkdir. Adam bildirir ki, Nardaranda vəziyyət faciəli dərəcədə ağırdır. Kəndə qaz verilmir, yandırmağa odun tapılmır. Hətta həyətlərdəki meyvə ağaclarını da kəsib yandırırlar ki, uşaqlar soyuqdan ölməsinlər. Evlərdə 2 aya yaxındır ki, işıq yanmır. Yolları isə təmir adı ilə qazıb töküblər və heç bir iş getmir. Buna görə də su xətləri sıradan çıxıb və evlərdə su da yoxdur. Soyuqdan xəstələnən adamları müalicə etmək üçün hətta dərman almağa da pul tapılmır. Maddi vəziyyət katastrofikdir. Cəmaət açıq-aşkar kütləvi ölümün sərəncamına buraxılıb. Bu kənd İlham Əliyevin kultura ili elan etdiyi ildə blokadiya alınıb və humanitar fəlakət zonasına çevrilib. Və kimsə deyə bilməz ki, bu bir dövlət siyasəti deyil. Bu, dövlət siyasətidir. 3 aydır ki, Bandadildə saxlanılan, hər gün bir sümüyü qırılan, ASTV-yə çıxarılıb etirafını almaq istədikləri Hacı Talihin qisasını alırlar bu kətdən. Hacı Talih işgəncələrdən ölənə qədər Nardarana qarşı bu basqın davam edəcək yəqin ki. Siz başqa cür düşünürsünüzsə fikrinizi bildirin. Hansı hallarda bir kəndin əhalisinə qarşı uşaqlı, böyüklü, bu cür qəddar bir davranışı seçmək haqqı var. Kimsə bu davranışda haqq elementi görürsə buyursun, yazsın, biz də bilək, xalqa da elan edək və hamı bilsin ki, Nardaran əhalisini qırıb qurtarmaq üçün seçilən yol doğrudur. Mən bunu terror sayıram. Terror yalnız belinə qumbara bağlayıb bir yeri partlatmaqla olmur. Onun şəkilləri çoxdur. Bu şəkillərdən biri haqqında mənə çatdırılan bir xəbəri təqribən bir ay əvvəl sosial şəbəkələrdə paylaşdım. Xəbərin mahiyyəti bundan ibarət idi ki, rejim öz əleyhdarlarını aradan götürmək üçün xüsusilə müasir ultra texnologiyalardan istifadə etməyi planlaşdırır. Hədəfdə isə ilk növbədə mühacirətdə olan siyasi fəallardır. Belə müasir terakt texnologiyalarından istifadə edən başqa avtoritar rejimlər də var. Məsələn, Rusiya hakimiyyəti
Britaniya məhkəməsinin hökmü ilə ittiham edildi. Rusiyadan qaçıb İngiltərəyə sığınan sabiq kəşfiyyatçı Aleksandr Litvinenkonun polonium adlanan zəhərlə məhv edilməsi faktına görə açılan cinayət işinin istintaqı başa çatdı və şəxsən Putinin adı məhkəmə hökmündə qeyd edildi. Bu məsələ ilə bağlı hal-hazırda Amerikada yaşayan tanınmış Rus tarixçisi və dissidenti Yuri Felişinski ilə söhbətimiz var. Onunla təbii ki, Emin Əhmədbəyov söhbət edir və bu maraqlı söhbəti sizə təqdim edirəm. Salam Yuri Georgiyeviç. Mən sizi Azərbaycan saatında salamlayıram. Yuri Georgiyeviç, bir müddət əvvəl bizim baş redaktor Facebookda belə bir məlumat paylaşdı ki, onda olan məlumata görə Azərbaycan hakimiyyəti mühacirətdə olan fəalları susturmaq üçün onların hətta fiziki ləğvini də nəzərdə tutan tədbirlər planlaşdırır. Əlbəttə, biz dərhal Litvinenko, Boris Berezovski, lap bu günlərdə müəmmalı şəkildə həyatını itirən sizin dostunuz Vladimir Pribivalovskini xatırladıq. Eləcə də bizim hamımızın dostumuz olan Boris Nemtsovun öldürülməsini, yaxud zəhərlənərək öldürülməkdən güclə xilas olan Vladimir Karamurzanı da bu sıraya aid etmək olar. Siz bu mövzuya yaxından bələdsiniz. Sizcə, müxaliflərə qarşı bu qədər aqressivliyin səbəbi nədir? Bilirsinizmi, Rusiya müxalifəti hakimiyyətin nöqteyi nəzərində iki qrupa ayrılır. Bunlardan biri hakimiyyətə iddialı çevrənin təmsilçiləri olaraq hökumət üçün təhlükəlidir. Bu cür adamlarla həmişə çox sərt davranırlar. Bu kateqoriyadan olanlara bir zamanlar qətlə yetirilən Anna Politkovskayan da yaxın zamanlarda öldürülən Boris Nemtsovu da aid etmək olar. Amma hakimiyyətin konkurent saymadığı adamlar da var ki, onlar hakimiyyətə iddialı olmasalar da hakimiyyəti çox sərt şəkildə tənqid etdiklərinə görə onlardan qisas almaq istəyirlər. Litvinenko ölümdən güclə xilas olan Karamirza kimi adamlar da bu kateqoriyadan olanlardır. Qərbdə hüquq mühafizə orqanları ilə əməkdaşlıq edənlərə də bu cür davranırlar. İntihar etdiyi və ya asıldığı bəlli olmayan Berezovski də, onun dostu Badri Patrikaşvili də bu sıraya daxildir. Əlbəttə, təəssüf ki, bu siyahı çox uzundur. Deməli, avtoritar hakimiyyət onları tənqid edənləri bağışlamır. Yuri Georgiyeviç, siz bir tarixçi olaraq 1964-cü ildə Sovet İttifaqında saray çevrilişini yaxşı bilirsiniz. O zaman Xruşşovu Kremldə devirdilər. Sizcə, indi də Kremldə belə bir hakimiyyət çevrilişi mümkündürmü? Yoxsa bunu mümkünsüz sayırsınız? Mən belə düşünürəm ki, bugün Rusiyada hakimiyyətdə kimin olduğunu dəqiq bilmək lazımdır. Rusiyada hakimiyyətdə bir institut, bir sistem olaraq FSB təmsil olunur. Onları uzun müddətdir ki, bu hakimiyyət üçün seçiblər, yerləşdiriblər və komplektləşdiriblər. Onlar ilk dəfə hakimiyyətə KGB-nin sədri Andropov baş katib olanda onunla birlikdə gəliblər. Amma o zaman Andropov çox tez öldü və Komünist Partiyası yenidən hakimiyyəti öz nəzarətinə aldı. 1999-cu ildə Putin hakimiyyətə gələndə FSB formal olaraq Rusiyada hakimiyyətin elitasına dönməyə başladı. 1991-1999-cu illər arasında isə KGB, yəni indiki FSB hakimiyyət uğrunda mübarizə aparırdı. Bu sistemdə Putinin sadəcə olaraq bəxti gətirdi. O hakimiyyətə iddialı olanların sırasında ilk adamlardan biri deyildi. Bu siyahı o qədər də böyük deyildi. Amma orada birinci yerdə məsələn Primakov dayanırdı. Daha sonra Stepaşin, sonra Putin gələ bilərdi. Putini müstəqil siyasətçi hesab etmək doğru deyil. O, məhz bu plan üzrə hakimiyyətə təyin edilmiş adamdır. Mən elə bir fərq görmürəm ki, bu sistemin başında kim dayanacaq. Bu baxımdan, hətta Kremldə saray çevrilişi olsa da bu geriyə Rusiya demokratiyasına doğru addımların atılması demək olacaq. Hərçənd 1991-99-cu illər ərəfəsini də demokratiya adlandırmaq mümkün deyil. O zaman demokratiyanı qurmaq cəhdləri var ki, və 99-cu ildə bu cəhdlər tamamilə iflasa uğradı. Я не думаю, что этот переворот будет означать
поворот России назад к демократии или вперед к демократии, потому что, в общем-то, Beləliklə, proqramın sonuna gəlirik. Prezident iqtisadi islahatlar aparmaq üçün özünə köməkçi də təyin edib. Vergilər Nazirinin birinci müavini Natiq Əmirovu. Vergilər Nazirliyində işlədiyi vaxt iqtisadiyyatdan başı çıxan bütün peşəkar adamların istehza ilə xatırlatdığı bu adamın hansı konsepsiya ilə və hansı missiya ilə bu vəzifəyə təyin edildiyini mən başa düşmürəm. Onun Vergilər Nazirliyindəki missiyası haqqında çox qaranlıq və dolaşıq təəssüratlar var. İndi rütbəsi artırılıb və yəqin ki, həmin dolaşıq təəssüratlardan əsər əlamət qalmaz. Ən azı böhrandan çıxış nöqtəsi kimi Nazlifan maşınlarının yeni texnologiyalar üzrə satışından başlamaz. İslahat üzrə prezident köməkçisi vəzifəsinin yaradılması xəbərindən az sonra bilirsinizmi hansı xəbər peyda oldu? Mingəçevir şəhər polisinin pensiyaya çıxmış 65 yaşlı rəisi Azər İşıq adlı komitədə idarə rəisi vəzifəsinə qoyulub. Bu qafayla və bu zəkasızlıqla bunların islahat aparacağına olan ümidlərinizi bir dəfəlik dəfn edin. Bunların islahat fırıldaqlarının qazana biləcəyi hər hansı uğur cəmiyyətin belini qırmaq üçün düşünülmüş mərdimazar proyektlərdən ibarətdir. Sizə isə uğurlar arzulayıram. Sizi əmin edirəm ki, əgər hətta İlham Əliyev hansısa maymaq bir dünya ölkəsini tovlayıb, ona gərək olan 4 milyardı tapsa da, bunun sizə heç bir xeyri olmayacaq. Buna görə də onun qiymətinin 10 manat yuxarı qaldırılıb, sonra 5 manat aşağı salınmasına allanmayın. Daha böyük imtiyazlar və haqlar uğrunda mübarizənizi davam etdirin. Salamat qalın, sabahki proqramda görüşənədək.